Mən Gülafət Mehdiyeva, Mingəçevirdən gəlmişəm, 68 yaşım var. Küçədə təsadüfən yeriyəndə yıxıldım, ağır travma aldım. 3 ay bundan öncə travmatoloqa getdim, onun dediyi nəsə məni qane eləmədi, əməliyyat dedilər, ağlıma batmadı, istəmədim. Sağ olsun, yaxın bir rəfiqəm Mingəçevirdən məni yönəltdi Cəlal həkimin üstünə. Gəldim, elə onun ilk danışığından inandım. Sağ olsun, 10 gün, 13 gün daldala mən gəldim, o işlədi mənim üzərimdə. Çox dəhşətli dərəcədə ağrılarım var idi, dözülməz. Nə qədər ağrı kəsik vurulurdusa da kömək olmurdu. Sağ olsun, elə ilk anlarından çox yaxşı təsirini gördüm. Belə həkimlərə yer vermək lazımdır, əlləri var olsun. Çox razıyam, artıq 3 ay olur mən bu həkimlə əlaqədəyəm, gəlirəm tez-tez. Müalicəmi davam elətdirirəm. Çox gözəl effektini görmüşəm, mən heç gəzə bilmirdim, uzana bilmirdim. İndi çox şükür özümü idarə eləyirəm. Çox razıyam həkimlə. Həm bir insanpərvər olduğu üçün, həm də gözəl bir insan olduğu üçün, həm gözəl həkim olduğu üçün. Xəstələrlə davranışı görürəm, böyüklə böyük, kiçiklə kiçik. Çox gözəl, belə həkimlərin çox olmağını istəyərəm. Əlləri var olsun, yaxşı ki var, yaxşı ki mən bu həkimi tanımışam. O MRT-yə, KT-yə saldılar məni. Onurğa sütununun fəqərəyə birləşən yerində qırıq var idi 2 yerdə. Qalan o fəqərənin bütün hamısını yerindən oynadığını orada mənə demədilər. Bura gəldim, həkim baxdı, dedi ki, bütün fəqərələr hamısı yerindən oynayıb, əzəllər dartılıb. Ona görə də o ağırlıq verir. O az-az, yavaş-yavaş bir neçə dəfəyə o fəqərələri yerinə otuzdurdu. İndi o əzəllər tez bir zamanda yerinə yığışmağına zaman lazımdır. Şükür bugünkü günümə. Ağrılarım olurdu bel nahiyəsində, fəqərədə, fəqərələrin hamısında demək olar ki, bütün kürəyin boyu, oturaq sinirə qədər tam ağrı var idi. Özü də kəskin, belə necə demək, dözülməz bir halda. Yavaş-yavaş həkim işləyəndən sonra o ağrılar məndən getdi. İndi biraz ağrı qalıb, o da ümid edirəm ki, yavaş-yavaş keçir.